8 avqust 2026-cı ildə Ağdamdan Şifabalı kəndi İlqar qardaşım dostları ilə gəlir. Burada çəkiliş elədi, sağ olsun. Mənim bir arzum var və bir əhdim var. Arzu edirəm Şifabalının təməli qoysun. Bura köç olsun. Köç olsun. Bizim kəndin gözəl sənətkarı var. Şifabalının xalq artisti Yasin müəllim. O da köçəcək bura. İnşallah. Sən də dəstənlə gəl bura. Bizim Parçalan Səyid qardaşımız var. Gitara çalan Elnur Aqilin oğlu. Tural var, digərləri. Bir ansambl kimi burada məşq eləyir. O sizin də bura gələndə bir qəşəng quzu kəsəcək. İnşallah. Sizin gəlişiniz. İnşallah. Bax burada təpədə qəşəng bir konsert verəcəyik. Şifabalı cəmaatı bura köçəndən sonra. Yaxşı Çok mı? güzel. Allah Ben devam böyük etsin. memnuniyetle Söyle. kabul ederim. Diyelim Allah bizim güzel kızımıza, güzel bacımıza, Saadet Hanım'a ömür versin. Bəli, bəli. Ağdam ve ben. Bu bir inanılmaz proyekti. Ben O her yerde proyekt, demişim. O hakikaten de güzel proyekti. Elə biz de bir tane paştı bir Ağdam ve ben eledik. Vallahi bir tane Saadet Hanım burada. Allah Öz Saadet olsaydı xanıma laf bu dəyməsin. güzel bir iş olardı. Saadet xanımın o proyekti mən onu yazmışam da Bəli, deyirəm də bu bəli. gün də Kitap, deyirəm. eserdi. Necə ki 44 günə şəhidlərimiz o Qarabağ azad elədi, antiterrorla bütün Qarabağ azad elədi. Qazilərimiz, ali baş komandanımız, ordumuz necə əziyyət çəkdi ha. Onun qarış-qarış xalqa göstərdi ki, mahiyyətini ki, haralar azad oldu. Hələ Ağdamdan çıxa bilmir, çünki böyükdür, nobellərlə Allah möhlət versə eləyər. İnşallah. Saadet xanımın proyekti Azərbaycan jurnalistika Bəli, tarixində, bəli, bəli. efir, video, Bəli. film tarixində Bəli, yekdir. Bir Sənətli, bəli, eşq olsun. sənətli, tarixi Eşq film. olsun xanım, bəli. Sağ ol. Ha bir dənə də kəndimizi sala bilərsiniz.